Ladies and gentlemenlar, Oxford məni görmədiyi üçün bugün də Harvard exam question paylaşıram. Bəlkə Harvard gördü, biz də qurtulduq adadan. Deməli, x plus y 5-dir, x y 25-dir. Nə soruşur? X-dən y soruşur təbii ki. Bunu bir xarici müəllim paylaşmışdı, SAT müəllimi. Kommentlərdə dedilər, həlli yoxdur, amma var həlli, mən tapacağım sizin üçün. Deməli, nə edirik? X üstə gəl y kvadratını yüksəldirik əvvəlcə. X üstə gəl y-in kvadratı bərabərdir 25. Müxtəsər vurma ilə atacaq bunu. X kvadratı üstə gəl 2xy üstə gəl y-in kvadratı bərabərdir 25. İndi biz buradan nəyi bilsək yaxşı olar? X minus y-i bilsək. X minus y-i necə taparıq? X minus y-i tapa bilmərik, amma x minus y-in kvadratını tapa bilərik. Bərabərdir sual olsa, bunu atsam, x minus y-in kvadratını atsam, x kvadratı minus 2xy minus üstə gəl y-in kvadratı bərabərdir sual olsun. Deməli, necə tapacağıq? Biz x, y-in qiymətini bilirik. Baxıb görürük ki, x kvadratının üstünə y kvadratının gəlib üstünə 2xy gələndə 25 eləyirsə, burada x, y bizə 25 veribdirsə, mən bu 25-dən 4 dənə x, y çıxsam, mənə bu ifadəni verəcəkmi? Verəcək. Onda nə edək? 25-dən 4 dənə x, y, yəni 100'ü çıxaq. 25-dən 100'ü çıxanda bərabərdir 75-ə. Eyni zamanda buradan da müsbəti çıxardıb minus edirik. Mənfi 75-ə. Nəysə, deməli bu ifadənin qiyməti mənfi 75 imiş. Mənfi 75. İndi kvadratın qiyməti mənfi ola bilməz deyə öyrənmişik, amma biz ilin sonuna doğru kompleks ədədlər keçirik. Kompleks ədədlərlə işləyə bilərik bu sualı. X minus y-in kvadratı bərabərdirsə mənfi 75-ə. Biz bilirik ki, i-nin kvadratı, i necə yazılır? I-nin kvadratı bərabərdir mənfi 1-ə. Onda x minus y bərabər olarmı? Kök altında 75 i-yə. Onu da necə yaza bilərik? O da bərabər olar 5 kök 5 i-yə. Əla. İndi x minus y-in də qiymətini tapmış olduq. 5 kök 5 i. X plus y-in qiyməti 5 idi onsuz. Nə edirik? Sistem təmin edirik. X plus y bərabərdir 5. Gəl, gəl. Gəl də gəl. Fuse reklamı eləməyə çalışıyorum. Ver. Sponsorumuz Fuse'dir. Zarafat edirəm. Fuse indi şey atacaq, telif atacaq. Niyə marka X adı minus vermiyorum? y bərabərdir 5 kök 5 i. X, y tapmaq artıq rahatlaşdı. Bir dəfə toplayırıq, bir dəfə çıxırıq. Toplayanda 2x bərabərdir 5 üstə gəl 5 kök 5 i-yə. X bərabərdir 5 üstə gəl 5 kök 5 i bölünsün 2. Bir dəfə də çıxırıq. 2y bərabərdir 5 minus 5 kök 5 i-yə. Y də bərabərdir 5 minus 5 kök 5 i bölünsün 2-yə. Bu qədər. Sağ olun, salamat qalın.